Müharibə olmayacaq. Baş nazir Paşinyan orduya göstəriş verdi. Ermənistanın baş nazirinin sözlərinə görə eskalasiya və ya yeni hərbi əməliyyatlar üçün heç bir əsas yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki bugünkü çıxışı zamanı Ermənistan və Azərbaycandakı bütün siyasi qüvvələri mümkün müharibə ilə bağlı bəyanat verməkdən çəkinməyə çağırıb. Bu barədə Madernaz yazır ki, Paşinyan vurğulayır ki, atəşkəs rejiminə ciddi riayət olunması barədə Ermənistan silahlı qüvvələrinə göstəriş verib. Baş nazirin sözlərinə görə İrəvan müvafiq mexanizm yaratmaqla insidentlərin Azərbaycanla birgə araşdırılmasına hazırdır. Paşinyan mümkün yeni eskalasiya ilə bağlı şayələrə də toxunub. Onun sözlərinə görə bunun üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını tanıyıb. Həmçinin güc tətbiqindən imtina ediblər. Mən Ermənistan və Azərbaycanda bütün siyasi və ictimai qüvvələri maksimum məsuliyyət nümayiş etdirməyə və sülh gündəminə xələl gətirən bəyanatlar verməməyə çağırıram. Ölkəmizin xalqları sülhə layiqdir. Müharibə olmayacaq, sülh olacaq deyə baş nazir açıqlamasında bildirib.